Kliniki tibbi mərkəzdə dövlət büdcəsi vəsaitlərinin və əmlakının idarə olunmasında ciddi nöqsanlar müəyyən olunub. Bu barədə Hesablama Palatasının 2025-ci ilin 1-ci rübünə dair Dövlət Auditi Bülletenində bildirilib. Məlumata görə audit 2022-2023-cü illəri əhatə edib. Bu müddət ərzində mərkəzin gəlirləri 92 milyon 356 min manat, xərcləri isə 93 milyon 400 min manat təşkil edib. Əvəzsiz verilən aktivlərin dəyəri 28 milyon 441 min manat, ilin əvvəlindəki qalığı isə 1 milyon 248 min manat olub. Auditin nəticəsinə əsasən smetalar real ehtiyaclara uyğun tərtib edilməyib. Dövlətdən daha çox vəsait tələb olunub. İşçilərə məzuniyyətdə və yaxud xəstəlikdə olduqları halda tam əmək haqqı ödənilib. 2 milyon 457,1 min manat dəyərində tibbi avadanlıq və 297,1 min manat məbləğində dərman ehtiyatları istifadə edilmədən ambarlarda saxlanılıb. Dövlətdən təhkim olunan əmlak balansda düzgün uçota alınmayıb və yaxud artıq qeydə alınıb. Tibbi xidmətlər üzrə ödənişlərin gecikməsi nəticəsində ötən ilin 1-ci rübündə mərkəzə heç bir ödəniş edilməyib. Hesabatda göstərilir ki, bu nöqsanlar dövlət vəsaitinin səmərəli istifadəsini ciddi şəkildə zəiflədib və funksional fəaliyyətin maliyyələşməsində gecikmələrə səbəb olur.